Cavidan, kitab çıxandan sonra təbii ki, müəllif onu həm də bir oxucu kimi oxuyur. Siz oxudunuzmu kitabı? Oxudum. Oxucu kimi necə idi? Yəni, nə təəssürat yaratdı sizdə? Ya mən sirlərimi açmayım, çünki təəssüf elədiyim məqamlar da oldu. Daha yaxşı yazardım Daha yaxşı yaza bilərdim təbii ki. Boşluqları gördüm. Bəzi orada bir-iki personaj var idi ki, obraz. Mən onları taleyini başqa cür işləyə bilərdim və onlar boş qalmışdı. Mustafa İman ölümünü. Əslində mən başqa cür onu fikirləşmişdim. Amma sonra yazığım gəldi. Mən bir qədər zoru sevməyən adamam. Hətta yazıda belə mən ağrı, zor, yəni onu vermək istəmirəm. Hər dəfə bir işıq, bir ümid yeri saxlayıram. Yəni, Pessimist olmasın deyə də. yox, bəli, bəli. Mən sevmirəm. Yəni çirki, qan, yəni ölüm, bunu sevmirəm onu təsvir etməyi. Ona görə də əslində Mustafa İmamı, yəni o da haqq eləyirdi elə bir ölümü. Onu Sultan Mahmud gətirəcəkdi və Məhsətinin gözü qarşısında Məhsətini şərləyən adamdır da o. Bəli, bəli, pələnglərin qarşısına atacaq. Mən bunu yazmışdım, sonra mən onu dəyişdim. Sadəcə göndərdim Gəncə çayın sahilində. Xəyallarkən ilan çaldı onu. İlan çaldı. Getdi.